İqbal Babayev 10 sentyabr 1995-ci ildə Xətai rayonunda anadan olmuşdu. Azərbaycan ordusunun əsgəri olan İqbal Babayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdı. İqbal Babayev 21 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olmuşdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İqbal Babayev ölümündən sonra Vətən uğrunda və Füzulinin azad olmasına görə medalları ilə təltif edilib.